Salam, hörmətli izləyicilər. Bugün bir məsələni həll edəcəyik, algoritmə aid. Demək, məsələnin şərti belədir. Daxil edilmiş n natural ədədinin bütün natural bölənlərini çap edən blok sxemi qurun. Göründüyü kimi algoritmə aid məsələdir. Onu demək, algoritmini, blok sxemini qurmalıyıq. Əvvəlcə riyazi olaraq bilirsiniz ki, qurulmalıdır. Riyazi olaraq, sonra riyazi modeli göstərilməlidir, sonra isə blok sxemi qurarıq. Demək, n natural ədədi daxil edilir. Bölənlərinin sayını tapmalıyıq. Riyaziyyatdan bu bilirsiniz ki, n natural ədədinin bölənlərinin sayını tapmaq üçün öncə onun sadə vuruqlarını ayırmaq lazımdır. Sonra isə demək, məlum düsturunu hesablamaq lazımdır. Yəni, əgər n ədədinin sadə vuruqları, müxtəlif sadə vuruqları A, B, C-dirsə, məsəl üçün və bunların onda demək, natural bölənlərinin sayını tapmaq üçün onların sayını bir vahid artırıb hasilini tapırsan. Yəni ki, belə, bura yazım. Əgər daşı bu cürədirsə, onun natural bölənlərin sayı demək, burada n olmalı deyildir. Yəni, yoxdur. Bu cürədirsə, onun natural bölənlərin sayı n bərabərdir. M üstəgəl 1 n üstəgəl 1 k üstəgəl 1 üstün hesablanır. İndi isə bunun demək algoritmini quraq. Gəlin bunun algoritmini, flow algoritmi də quraq, səliqəli olsun. Demək, açırıq flow algoritmi proqramını. İndi bu proqramda demək, bu algoritmini quraq. Demək, öncə dəyişənləri daxil edirik. Hansı dəyişənlər olacaq? Demək, bir n natural ədədi daxil ediləcək. Bir də, demək, i dəyişəni daxil edək. Yəni, n bölünəcəyi ədəd. Sonra demək, n-i demək daxil edəcəyik. Diyə də bir qiymət verək, ilkin qiymət.
Sonra demək dövrdən istifadə edirik. Yəni nə qədər ki i kiçikdir və ya bərabərdir n-lə. Onda, yəni doğrudursa, dövrün şərt ödənirsə, onda demək, yenə belə bir şərt qoyuruq. Əgər yeni i-yə böləndə qalıq bərabərdir 0 olarsa, onda n-i demək çıxışa verir, i-ni çıxışa verir. Çıxışa verilir. Və i burada demək, bu şərt ödəndisə, i çıxışa verilir. Əgər ödənmədisə, heç, yəni keçirik növbəti addıma. Burada da i hər dəfə bir vahid artırılır və burada i-ni bir vahid artırılır. Belə, indi bu algoritmi icra edək. Demək, daxil edilmiş n-natural ədədlərin bütün natural bölənlərini çap edən blok sistemi qurun. Yəni, n burada ümumidir. Məsəl üçün, burada verilibdir, giriş 12 olarsa, göründüyü kimi, çıxışa onun bölənlərini göstəribdir. Yəni, icra edək, görək, göstərəcəkmi? N ədədini daxil edirik. Buradakını göstərək, 12. Göründüyü kimi burada 1, 2, 3, 4, 6, 12 demək bölənlərini göstəririk. Başqa bir də göstərə bilərik. Məsəl üçün 24 tutaq ki. 24-ün bölənləridir. Sonra bunu biraz azaldaq, sürət ki, görsənsin. Məsəl üçün 56. Beləliklə, demək, 56-nın bölənləri göstərildi. İndi bunun, demək, Python'da proqramını da yazmaq olar. Gəlin onlayn Python'da yazaq ki, daha yaxşı görsənsin. Demək, ilk öncə n-i daxil edirik, mənimsədirik, int, input, input. Sonra bir i dəyişəni daxil edirik, i bərabərdir. 0 olsun, daha doğrusu 1 olsun. Sonra dövrə keçirik, while i nə qədər kiçikdir, bərabərdir. Yəni, demək, buna şərt qoyuruq, if yəni i-yə böləndə qalıq 0-a bərabərdirsə, onda print i. Və i-ni bir vaxt artırırıq hər dəfə. i bərabərdir, məmsəli 1. İcra edək. Yenə qiymət veririk. Məsəl üçün 12 verir. 12.
göründüyü kimi bölənləri göstərilir. Yaxud başqa bir qiymət verək. Məsəl üçün 78. Burada 78-in bölənləri sayı. Yaxud başqa bir qiymət. 324. Və 324-ün bölənlərinin sayı. İndi burada demək, bölənləri göstərilməsini istəyirik. Gəlin bunu demək, bölənlərin sayını göstərən blok sxemi quraq. Bölənlərin sayını göstərən blok sxemi. Bu dəfə bölənlərin sayını göstərən algoritmi qururuq. İndi bu dəfə demək, yenə dəyişənləri daxil edirik. Sonra yenə bir i dəyişəni və bir də s dəyişəni əlavə edək. Cəmini tapmalıyıq, sayını tapmaq üçün s dəyişəni əlavə edək. Sonra demək, i-yə bir qiyməti veririk. İsə də 0 mənimsədək. Yeni keçirik dövrə. Demək, nə qədər ki i kiçikdir, bərabərdir n-dən və şərtimiz demək, n y böləndə qalıq bərabərdir 0 bəli 0 olarsa, demək, s-i bir vahid artırırıq. S bərabərdir s üstə gəl 1. Üstə gəl 1. S demək, burada bölənlərin sayını cəmləyəcək burada. Və yenə i-ni bir vahid artırırıq. Demək, burada dövr vaxtı kimi davam edəcəkdir ki, i n-dən kiçik və ya bərabər olsun. Elə ki, i n-ə böyük, bərabər olur, yəni ən çoxu bərabər ola bilər. Bu zaman demək, yəni dövr kiçik bərabər olanda i n-dən dövr icra olunacaqdır. Və hər dəfə əgər s n-yə bölünürsə, s bir vahid artacaqdır. Və n bir vahid artıb yenidən dövr təkrar olacaq. Əgər i n-dən böyük olarsa, o zaman demək dövrdən çıxacaq və s-i çıxışa verməlidir. İndi gəlin bunu icra edək. Yenə 12 qiymətini verək. Burada nəysə səhv olubdur, onu düzəldək. Demək, i kiçik bərabərdir n. n, i, s, i-yə 1, qiyməti s-ə 0. i kiçik bərabərdir n. Nə qədər ki, i kiçik bərabərdir n. Yəni, i-yə böləndə 0 bərabərdirsə, s bir vahid artır. i isə bir vahid artır. S.
Çok maraqlı işləmə. Yes. Interior. Ha, aydın oldu. Eni biz daxil etməmişim, ona görə göstərmir. Yaxşı, bunu təzədən yazaq. Ve dəyişənləri daxil edək. N, I, S. Onu yazmamıştım, ona göre gösterdim. N. Bir beraberdir, bir. Beraberdir. 0. Dövrü boyu. Ve ne kadar şey kiçik beraberdir. Yani. İcra edək. İndi alındı. İndi elə qiymət verək. Misal üçün 12. Verenlerin sayı 6. Yaxud başqa bir 78. Verenlerin sayı 8. Yeni bir qiymət məsəl üçün 632.
Bölümlerin sayı 8. 1000. Bölümlerin sayı 10. Burada həmçinin demək Python'da proqram yazmaq olar. Sadəcə olaraq demək burada əlavə demək yazmaq lazımdır ki, demək s bərabərdir 0 0 sonra s bərabərdir 0 print i yox, s bərabərdir burada. S mənimsədir, s üstüyən 1. Yəni, bölənləri sayını tapmaq üçün cəmləməni veririk burada. S demək, s bərabər üstüyən bəli. Axırda print s. İcra edək. Aksiyon şəkli. 24. 8. Bu qədər. Növbəti dərslərimizə qədər.